ajansı jurnalisti həbs eləmiş və onun cinayəti var. Onu sizin jurnalistika fəaliyyəti yürətilir. Sonra o biri jurnalistə dedi, sizə yer belə çox istəyirsə, Marsildə çoxlu ermənilər yaşayır və onlar da dəfələrlə sizdən müstəqillik istəyirlər. Niyə vermirsiniz? Verin Marsilin bir hissəsi onlara, bu yaşasınlar. Qarabağ onlar benim, böyük torpaq bizim torpağımız. Yəni, həqiqətən çox dəyərli liderdir bizim üçün. Elə bil ki, Allah bunu getirir. Allah, yəni belə bir lider yoxdur, dünyada yoxdur. Hətta o ajans məsələsi deyəndə 2 günə 3 milyon səs topladı Twitter'də və trend oldu dünyada. Amerika vətəndaşları, Amerika siyasetçiləri dedilər ki, biz istəyirik ki, 2024-cü ildə İlham Əliyev Amerika prezidenti öz namizədini versin, biz onu seçək. Şərəf bizim üçün. Bugün İlham Əliyevlə demək olar ki, alternativ ikinci